Bu dediyim niyyət və orucu batıl edən işlər arasında olan, ikisinin arasında olan bir məsələ. Amma orucu batıl edən məsələlər hansı? Orucu batıl edən işlər hansılardır? Hansı işlərdən çəkinməliyik? Hansı əməldən çəkinməliyik ki, orucumuz düz olsun? Yəni bu niyyətdən, niyyətimizi təsih edəndən sonra, niyyətimizi düzəldəndən sonra hansı işlərdən çəkinməliyik? Birincisi və ikincisi sizin və bizim hamımızın bildiyi yemək və içməkdir. Yemək içməkdən çəkinmək lazımdır, hətta az da olsa belə. İstər bu adi şəkildə yemək məmulatı sayılsın, un kimi, çörək kimi, su kimi və ya xeyr, qeyri-adi olsun, toz kimi. Hər halda o yemək sayılırsa, dediyim kimi lazım deyil yeyilənlərdən olsun. Amma yeyilənlər formasında insanın boğazından keçir mədəsinə daxil olur. Bu orucu batil edir. Dediyim kimi yemək içmək istər az olsun, istər çox fərq etmir. Adi yeyilənlərdən olsun və ya qeyri yeyilənlərdən, yeyilməyənlərdən, toz kimi dedik. Bunlar orucu batil edəcəkdir. Azlığı hətta o qədərdir ki, buyururlar, əgər dərzi o sapı iynəyə keçirmək üçün ağız suyundan istifadə edir, ki, məxsusən əlbəttə qədimdə bu yoldan çox istifadə edilmişlər və çox maraqlıdır ki, kitablarda da bu misal görünür. Bunu ikinci dəfə o ağzının suyu o sapda varsa, ikinci dəfə ağzına daxil edib udarsa, buyururlar, orucu batil edər. Bu şərtlə ki, ağız suyu ilə birlikdə qatışı baradan getməsin. Əgər qatışı baradan gedərsə, buyururlar, eyb yoxdur. Və ya bugünkü bariz nümunə olan başqa bir misal vuraq. Dişi fırçalamaq. Bəzən sual da verirlər ki, dişi fırçalamaq orucluq zamanı caizdirmi? Bəli, heç işğalı yoxdur, heç bir eybi yoxdur. Sadəcə olaraq bunların biz yollarını bilməliyik. Bu tövsiyə olunur ki, elə ki biz səhər vaxtı yemək yeyirik. Bəli, tövsiyə olunur ki, biz yeməyimizi yedikdən sonra dişlərimizi təmizləyək. Vacib deyil. İnşallah gələn söhbətimizə elə bilirəm qalacaq bu söhbətlərin təfsilatı. Amma yaxşıdır çətinlik çəkməmək üçün dişlərimizi fırçalayaq ki, günüz rahat olaq. Amma eyni zamanda bu vacib deyil və günüz də eləyə bilərik fırçalayaq. Amma hökmünü bilməliyik. Əgər fırçalayırıqsa, o fırçanı ağzımızdan xaric edəndən sonra ağzımızın suyu təbii o fırçadadır. İkinci dəfə daxil etməməliyik ki, çünki onu udarıq və orucumuzu batil edər. Əlbəttə, daxil etməyin ikinci dəfə eybi yoxdur. Amma lazımdır ki, bunu biz qırağa tökək. Mən söhbətimizin axırı olduğu üçün bunu da deyim. Bəzən görürsən ki, ağzı yaxlamaq üçün suallar olunur. Ya bu fırçanın barəsində fırçaladıqdan sonra nə cür ağzımızı yuyaq? Elə yuyuruq ağzımızdan, misal üçün bir sərinlik, elə bil əlavə bir su. Hiss edirik bunun orucun batil eləməsinə səbəb olur, olmur. Bu suallar çox olur. Mən söhbətimizin axırında bunu demək istəyirəm ki, bunlar mümkündür. Heç də vasvaslıq eləmək lazım deyil. Biz ağzımızı yaxaladıqdan sonra və ya fırçaladıqdan sonra bir neçə dəfə ağzımızı qarqara eləyib çölə tökdüyümüzdən sonra, yaxalayıb çölə tökdükdən sonra ağzımızda olan o ki, hiss edirik su var, onları bir növ somurub bir neçə dəfə çölə tökdükdən sonra elə bilirəm kifayət edir. Artıq insan yəqinə yetişir ki, ağzımda su qalmamışdır və lazım deyil ki, biz elə onun sərinliyini də aradan aparaq. Sərin də qalsa bunun eybi yoxdur. Burada bizim bugünkü söhbətimiz sona yetir. Sizin hamınızı Allaha tapşırıram. Sizdən Allah təbarək və təalədən sizin ibadətlərinizin və itaətlərinizin qəbul olmasını diləyirəm.